İzləyicilər, bir daha salamlayırıq. Bugün qəhrəmanlar deyər, Biləsuvarın Nərmankən kəndindəyik. Vətən uğrunda canından keçən, qanı ilə tarix yazan, tək ki, vətən olsun, vətən sağ olsun deyən qəhrəmanımız, şəhidimiz, kəşfiyyatçı Rövşən Eynullayevin mövlud günüdür. Allah mövludun mübarək eləsin. Azərbaycan üçrəyli bayrağı dağılanması üçün qanı ilə tarix yazılır. Tək ki, vətən sağ olsun deyir. Bu günləri qəhrəmanlar deyər, Biləsuvarımızın Nərmankən kəndində şəhidimiz vətən uğrunda canından keçən Rövşən Eynullayevin mövlud günüdür. Şəhid atası əyləşdiyi üçün ilk söz elə şəhid atasından. Vay qəmət, gələn əqlarım var olsun. Bugün vətənimiz üçün, üçrəyli bayrağımız üçün canından keçən tək ki, vətən sağ olsun deyən Rövşən Eynullayev Elşən oğlum mövlud günüdür. Siz də bir qəhrəman atasınız. Bir övlad vətən uğrunda qurban, bir övlad da yanındadır. Qazimizdir, təki vətən sağ olsun deyən qəhrəmanlardan. İstədim elə bir qəhrəman atası kimi ilk sözü sizdən götürək. Buyur. Allah cəm şəhidlərimizə rəhmət eləsin, Hüseyndən ayrı salmasın. Balamızın da mövludun mübarək olsun. Çox sağ olun. Qarşında baş əyəlim. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib təki vətən sağ olsun deyən Seymur qardaşımız. İstərdik sizdə bir iki şey. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qardaşımızdan ruhu şad olsun. Allah ailəsinə səbir versin. Allah qazilərimizə, veteranlarımıza, döyüşçülərimizə can sağlığı versin. Allah sənin də köməyin olsun, çəkirsən, işıqlandırırsan. Allah səni var etsin. Borcumuzdur. Allah ailəsinə səbir versin, yaxınlarına səbir versin. Var olasın. Qarşında baş əyirik. Allah köməyin olsun. Bugün Hacı Mir Sultan ağanın övladı Hacı Mir Əfən ağa da buradadır. İstər Mir Ərif ağa da bir iki kəlmə desin, buyursun. Allah cəm şəhidlərimizə rəhmət etsin. Şəhid kəşfiyyatçı Rövşən Elşənoğlu Eynullayevin günləri mövlud günüdür. Bizim yanımızda şəhid valideynləri var. Elşən qardaşımız var. Bizim yanımızda iştirak nümayəndələri də buradadır. Kənd nümayəndələri də buradadır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə kömək, millətimizə, dövlətimizə keçimin günü təkrar olunmasın. Allah bu əmin-əmanlığı əlimizə almasın. Və səngərdə duran balalarımızı qorusun. Allah xalqımızı, dövlətimizi qorusun. Bu da şəhid valideynlər qarşısında. Amin. Allah bu şad olsun. Allah can sağ olasın. Şəhid valideynlər. Nə qədər bu dövlət xalq millət var. Şəhid valideynlər qullarında həmişə çox sağ olun. Var olasın. Bugün Biləsuvar rayon icra nümayəndələrindən iştirak edən Real qardaşımız da buradadır. İstərdik bir iki kəlmə qardaşlar. Şəhidimizin cənnətdə kim olduğunu mübarək olsun. Allah eşər əmiyyətə sağ versin. Onun ailəsində səbir eləsin. Allah o qəfir həmişə toy qismət eləsin. Valideynlərinə səbir eləsin. Cəm şəhidlərə Allah rəhmət eləsin. Çox sağ olun. Biləsuvar rayon Yeni Azərbaycan Partiyasının sədr müavini burada iştirak edir Akşin müəllim. İstərdik ki, Akşin müəllimdən də bir iki kəlmə götürək. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də Rövşən qardaşım, təşkilatımızın rəhbəri, Biləsuvar rayon təşkilatının rəhbəri Kamil müəllim və kollektivimiz adından öz başsağlığını diliyirik. Allah bu qapıya həmişə şad yanalıq olsun, həmişə şad xəbərlər eşidir bu qapıdan. Millətimizi, dövlətimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Gələn əqları suvar olsun. Qardaş buyur. Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bilən sevməsin. Borcumuzu gəlib iştirak eləmək. Allah rəhmət eləsin. Çox sağ olun. Kənd sakinlərindən də söz götürmək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah yaşayan əmrə səbir versin. Cənnətdəki doğum günü mübarək olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Veteranlarımızı qorusun. Əsgərlərimizi qorusun. Allah təala inşallah. Çox sağ olun. Var olun. Buyur qardaş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Var olasın. Allah şəhidlərimizə can sağlığı versin. Çox sağ ol. Şəhidimizin qardaşı Qubat qardaşımızla da qarşısında baş əyirik. O da həqiqətən də xalqımızın xidmətində, keşiyində duran qardaşdır. İstərdik ki, şəhid qardaşı kimi bugün qardaşının mövludunda bir iki kəlmə desin. Allah cəm şəhidlərimizin məqamını cələsin. Allah qazilərimizə şəfa versin, veteranlarımızı qorusun inşallah. Çox sağ ol, təşəkkür. Atası Elşən əmi, qarşında baş əyirik. Bugün vətənin üçrəyli bayrağın dalğalanması və rahat sərbəst azadlığımız üçün bu torpaq üzərində rahat gəziriksə sizin kimi qəhrəman atalara boylayıq. Bugün övladınızı qurban ver sözdə tək ki vətən sağ olsun deyən qəhrəman atalarsınız. Bugün sizin övladınızın mövlud gündür, mövludu mübarək olsun. Bir qəhrəman atası kimi gələn qonaqları öz dilindən işlək. Buyur. Gələn qonaqlara çox sağ olsun, sahib gəliblər.
Allah cəmi şəhidlərimizi İmam Hüseyndən ayrı salmasın. Allah veteranlarımıza, Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzun dayağında dursun. Çox sağ olun, sağ ol. Allah razı olsun. Var olasın. Əlbəttə bu gün rahat, sərbəst, azadıqsa, vətən üçün canından keçən qəhrəman şəhidlərə borcluyuq. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah qazilərimizə şəfa versin. Veteranlarımıza can sağlığı versin. Əskərindən zabitinə kimi, isti soyuq bilmədən səngərdə üçrəkli bayraq altında bizi qoruyan hərbiçilərimizi Allah qorusun. Var olasınız, gələn ayaqlarınız var olsun deyirəm. Var.